Salam əziz kanal izləyiciləri, salamlayıram hər birinizi. Bu günlərim sizinlə 9-cu sinif qiymətləndirmə materialı olan Şəhid Meşə kesiqi üzərində işləmək istəyirəm sizinlə. Şəhid Meşə. Gəlin baxağın, əvvəlcə əsəri oxuyağın, ondan sonra onun testləri üzərində işləyəcəyik. O uzaq illərin xatirəsidir. Ürəyi kövrəldən, gözü yaşardan. Bu kürün kədərli hekayəsidir. Yadıma düşdükcə yanıram inan. Deməli, buradan nədən danışacaq? Kürün kədərli hekayəsindən gedəcək söhbət, bundan danışır. Sahildə zümrüdü bir meşə vardı. Söyüdlü, çinarlı, ağcaqovaqlı. İl boyu bir yaşıl süfrə açardı. Budağı yuvalı, qoyunu qonaqlı. Qoyunu qonaqlı, yuvalı deyəndə quşları nəzərdə tutur. Yəni, burada söyüdün, çinarın, qırqovulun, ağcaqovunun adını çəkir. Meşəni insanlar salmamışdılar. Görürsünüz, meşəni insanlar salmayıb. Nə bir alın təri, nə əl qabarıb. Anamız təbiət özü bir bahar əkmişdi sahilə bu ağacları. Yəni, təbiət özü yaratmışdı bu meşəni. Kür o il aşmışdı uca bəndidə. Qala bilməmişdi öz məcrasında. Mənim doğulduğum Muğan kəndidə. Bir anda olmuşdu su səhrasında. Elə bil başını itirmişdi kür, gözümdən qovmuşdu şirin yuxumu. Daşanda özü ilə gətirmişdi kür, sahilə nə qədər ağac toxumu. Deməli, kür daşıb sahilə çoxlu ağac toxumu gətirib və bu meşələr həmən ağac toxumlarından deməli yaranıb. Elə ki kür yatdı, həmin toxumlar cücərdi, boy atdı gündə bir çərək. Üstündən keçməmiş 3 qış, 3 bahar bir meşə oldu ki, gəl şəklini çək. 3 ildən sonra həmən toxumlar böyük bir ağaclar oldu və meşə ucaldı orada. Gəldi qucağıma onun el-elat. Gəldi qucağına onun el-elat. Süfrələr salındı kölgəliklərə. Daşanda kürümü söyən cəmaat ona sağ ol dedi meşəyə görə. Kürdən əziyyət çəkən insanlar artıq kürə sağ ol deyirlər. Çünki o meşə üçün gətirdiyi deməli, toxumlardan cücərmişdi meşə. El-elat nə deməkdir? Yəni, orada yaşayan əhali, el-oba. Obada, kətdə yaşayan əhali deməkdir. Sonra gözə gəlib yer əkmək üçün torpaq, gözə girib yer əkmək üçün torpaq lazım oldu kolxoz sədrinə. Görürsünüz, kimə torpaq lazım olur? Kolxoz sədrinə. O gəlib meşəni qırdırdı bir gün, toxundu çiçəyin, gülün xətrinə. Ağaclar yıxıldı qollu budaqlı, yuvalar dağıldı çolpalarıyla, çinarlı, söyüdlü, ağcaqovulu meşə yoxa çıxdı sıx qatarıyla. Deməli, o həmən ağaclardır, quşlar olan o meşədir, yoxa çıxdı. Neynədir? Bunu sədir qırdırdı, çünki ona torpaq lazım idi. Sədir bostan əkdi, meşə yerində. Torpağın nə yaman hikkəti varmış. Ağılsız, vicdansız tədbir görəndə torpaq da insandan qisas alarmış. O torpaqdan istifadə etmək istədi, amma torpaq heç bir şey deməli bitirmədi. Bircə şamama da bitirmədi yer. Çayır yorğan kimi örtdü torpağı. Sədri muradına yetirmədi yer, qazancı nə oldu? Elin danlağı. Yəni, insanlar onu söyməyə, qınamağa başladılar. Nə kəndə gedəndə dinləyirəm mən şəhid bir meşənin şikayətini. Hər kəndə gedəndə dinləyirəm mən şəhid bir meşənin şikayətini. Özün bir şitil də əkməmisən sən, qoruya bilməzsən el sərvətini. Bu kolxoz sədrinə deyilir ki, sən əgər ora bir dənə toxum əkməmişdinsə, o sərvəti də qoruya bilməzdin. Gəlin indi bunun testinə baxağın. Meşə deməli, şəhid meşənin testinə baxağın. Görək necədir? Şəhid meşə. Bir dəqiqə. Aha. Şəhid meşə. Baxırıq həmən testə. Qiymətləndirmə testidir. Kiçik summativ qiymətləndirmə testidir. Deməli, buranı kim məhv elədi? Kolxoz sədri. Baxırıq. Əsər lirik növdə olduğunu əsaslandırın. Fikrinizi qısaca yazın. Əsərin lirik növdə olduğunu necə deyə bilərik? Baxırıq ki, şeir şəklindədir. Şeir şəklində yazılıb. Əsər yəni qısaca yazırsınız burada. Birinci sualın cavabını yazırıq ki, əsər lirik növdə yazılıbdır.
Ona görə də deməli lirik növdə yazıldığı üçün də nəzmlə yazılıbdır. Nəzmlə yazıldığı üçün də əsər lirik növdədir. Şeir şəklində olduğu üçün. Deməli lirik növdə olduğuna görə nə yazırıq? Əsər nəzmlə yazılıb, deməli qafiyələnir. Bənd var. Bənd və misralardan ibarətdir. Deməli, nəzmlə yazılıb, qafiyələnir, bənd və misralardan ibarətdir. Bu, əsərin lirik növdə olduğunu göstərən, deməli, əsas cəhətləridir. Keçirik ikinci suala. Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirib cədvəldə qeyd edin. Bədii təsvir və ifadə vasitələri istəyir bizdən. Deməli, burada nə var idi? Deyir, o uzaq illərin xatirəsidir, ürəyi kövrəldən, gözü yaşardan. Kürün kədərli hekayəsidir. Kədərli hekayəsidir, yadıma düşdükcə yanıram inan. Birinci şeir olduğuna görə ilk növbədə. Burada nə var? Hər hansı bir deməli misranı götürə bilərik. Budağı yuvalı, qoyunu qonaqlı. Baxın, məsəl üçün yadıma düşdükcə yanıram inan. Yadıma düşdükcə yanıram. Burada yoxdur. Ürəyi kövrəldən, gözü yaşardan. Uzaq illərin xatirəsidir. İnversiya var ilk növbədə. Hər bir alın dəri, nə bir qabarı. Anamız təbiət özü bir bahar, əkmişdi sahilə bu ağacları. Baxın, bura yazırsınız. Əkmişdi sahilə bu ağacları. Burada inversiya var. Bura yazırıq ilk növbədə. Şeir varsa mütləq orada inversiya var. Yazırıq ki, əkmişdi sahilə bu ağacları. Üçüncü bəndin sonuncu misrası. Burada nə var? İnversiya var. Yazırıq. Bədii ifadə vasitəsi var. Sonra bir ada olmuşdu su səhrasında. Sonra baxırıq. Gəldi qucağıma onun el-elaq, süfrələr salındı kölgəliklərə. Daşanda kürümü söyən cəmaat ona sağ oldu. Sonra gözə girib yer əkmək üçün torpaq lazım oldu kolxoz sədrə. O gəlib meşəni qırdırdı. Bir gün toxundu çiçəyin gülün xətrinə. Qollu budaqlı yuvalar dağıldı çolpaları ilə. Baxın, ağaclar yıxıldı, qollu budaqlı. Qollu budaqlı ağac. Yazırıq, ağaclar yıxıldı, qollu budaqlı. Bu cümləni yazırıq sonra. Qollu budaqlı ağac. Ağaclar yıxıldı. Yıxılmaq insana məxsusdur. Burada ağaclar yıxıldı deyilir. İnsana aid olan hərəkət. Deməli, ağacın üzərinə keçirilib. Deməli, bunu qeyd edirik və burada metafor qeyd edirik. Metafor. Sonra elə bil başını itirmişdi kür. Başını itirmişdi kür. Kür çaydı, başını itirə bilməz, düzdür. Bu da elə bil başını itirmişdi kür. Bunu yazırıq buraya. Yenə bu da insana aid olan bir şeydir. Məcaziliyi var burada. Bu da metafor yazacaq. Sonra üstündən keçməmiş 3 qış, 3 bahar, bir meşə oldu ki, gəl şəklini çək. Sonra torpaq da insandan qisas alarmış. Baxın, torpaq da insandan qisas alarmış. Qisas almaq yenə insana məxsusdur. Torpaq üzərinə keçirilibdir. Bunu da burada qeyd edirik. Torpaq da insandan qisas alarmış. Bunu da yazırıq. Yenə metafordur. Bircə şamama da bitirmədi yer, çayır yorğan kimi örtdü torpağı. Sədri muradına yetirmədi yer, qazancı nə oldu? Elin danlağı. Sədri muradına yetirmədi yer. Yer sədri muradına yetirmədi. Bu şəkildə olmalıdır. Yenə də burada nə var? İnversiya yazırıq bu hissədən və burada var inversiya. Daha sonra dinləyirəm mən şəhid bir meşənin şikayətini. Şəhid meşə. Şəhid meşə olur? Yox. Deməli, bu nədir burada? Şəhid meşənin özü də, baxın, şəhid meşə. Şəhid meşənin özü də epitetdir. Bunu da qeyd edirik buradan. Şəhid meşə epitetdir. Yəqin ki, mənə qeyd dedikcə siz onları qeydlərinizi apardınız, yazdınız. Daha sonra keçirik üçüncü sualımıza. Üçüncü sualda nə deyir? Şeirdə işləmiş bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırın, cədvəldən istifadə edin.
İşləndiyi misraları yazdıq. İşləndiyi misraları buraya yazırıq bu hissiyə. Sonra digərində isə vasitələrin rolunu aydınlaşdırıb cədvəldən istifadə edirik. Vasitələrin işləndiyi misralar. Həmən misralardan yenə bir ikisini aşağı yaza bilərsiniz. Eyni misralar olmasa da olar. Yəni şair yorğan kimi örtdü torpağa. Baxın, şair yorğan kimi örtdü torpağa. Bunu yaza bilərsiniz. Şair yorğan kimi örtdü torpağa. Nə var burada? Təşbih var. Şair, yəni şair otdur. Yorğan kimi torpağı örtür. Bu təşbihdir. Təşbihdir. Və nə edir? Burada fikrin təsir gücünün artırılmasına kömək eləyir. Daha da emosional cümlələrin emosionallığını artırır. Cümlələrin emosionallığını artırır. Buraya yazırsınız. Şair yorğan kimi örtdü torpağı. Sonra üstündən keçməmiş 3 qış 3 bahar. Yenə buradan yaza bilərsiniz bunu. Üstündən 3 qış 3 bahar keçməmiş. 3 qış 3 bahar, üstündən 3 qış 3 bahar keçməmiş. Bu cümləni də buraya yazırsınız. Və burada da nə yazacaq? Yəni inversiya. İnversiya. Yadınızda qalsın. Təşbih təsvir vasitəsidir, inversiya ifadə vasitəsidir. Bunları qarışdırmayın. Bunu da etdik. Daha sonra şeir hansı mövzuda yazılır? Bu inversiya, təsvir. Bunlar neyinir? Ümumiyyətlə bu deməli təsvir vasitələri, ifadə vasitələri neyinir? Cümlənin emosionallığını artırır, cümlənin təsir gücünü artırır. Bu şəkildə yazacaqsınız. Şeir hansı mövzuda yazılıbdır? Şeir təbii ki baxırıq ki, hansı mövzuda yazılıbdır. Vətən mövzusu var burada. Xeyr, görük vətəndən dostluq yoxdur, qəhrəmanlıq yoxdur, əmək yoxdur, təbiət mövzusuna aiddir və şeir hansı mövzuda yazılıb? Təbii ki, təbiət mövzusunda. Misraların ifadəli oxusunda səsdə hansı çalar duyulmalıdır? Ağaclar yıxıldı, qollu budaqlı. Hansı çalar duyulmalıdır misraların ifadəli oxusunda? Təbii ki, bir deməli, həm baxın, ağaclar yıxıldı, qollu budaqlı, yuvalar dağıldı çolpaları ilə. Burada nə var? Bir insafsızlıq var da. Yuvaları gəlir, kimsə dağıdır, kimsə o ağacı kəsir, quşların yuvasını dağıdır. Çinarlı, söyüdlü, ağcaqovaqlı meşə yoxa çıxdı, sıx qatarıyla. Burada nə var? Bir insanın deməli, bir insanın, yəni soyuqqanlılığı göstərilir. Yəni insanın deməli, laqeydliyi göstərir. Cavab C olacaq. Baxın, burada mübarizlik bir şey var. Mübarizə aparmır. Əgər heyvanlar, ağaclar, insanlar gəlib mübarizə aparsaydılar ki, meşəni qırma deyərdik, mübarizlik var. Yoxdur. Kədər, təəssüf, təəssüf hissi yoxdur. Var idi əslində təəssüf. Yəni sadəcə bu cümlədə təəssüf, bu bənddə təəssüf göstərilmir. Burada yəni bir laqeydlik var. Onu belə ürəyi uf demədən o ağacları qırdırır, o meşəni qırdırır. Burada fərəhlənəsi heç bir şey yoxdur, heyran olunası heç bir şey yoxdur. Qorxudan ümumiyyətlə söhbət getmir, çaşqınlıqdan söhbət getmir. Burada sadəcə laqeydlik və soyuqqanlılıq var ki, kolxoz sətli bir laqeydlik, soyuqqanlılıq göstərir. Şərti işarələrdən istifadə etməklə bəndi fasilələrin yerini, məntiqi vurğunu, sözləri göstərin. Hər kəndə gedəndə dinləyirəm mən. Dinləyirəm mən. Bax, mən dinləyirəm olmalıdır. Əslində, hər kəndə gedəndə dinləyirəm mən. Dinləyirəmə bir vurğu düşür. Dinləyirəm mən. Şəhid bir meşənin şikayətini. Özün bir ştil də əkməmsən sən, bax bura bir vurğu, sən qoruya bilməzsən el sərvətini. Qoruya bilməzsən elə bir vurğu düşür. Özün bir ştil də əkməmsənsə, baxın ştil də, bir ştil də vurğu düşür ştilə. Ştilə, özün bir ştil də, bax vurğu ştildədir. Bir kəndə gedəndə dinləyirəm mən, dinləyirəm. Şəhid bir meşənin şikayətini, şəhid bir meşənin şikayətini, bax şəhidə düşür, deməli, məntiqi vurğu şəhidə düşür. Özün bir ştil də əkməmsən, sən ştilə düşür, qoruya bilməzsən el sərvətini, yəni məntiqi vurğu elə düşür burada. Elad sözünün mənası hansı variantda düzgün verilibdir? Bir yurtda yaşayan el, cəmaat, xalq mənasındadır. Əslində düzdür, bəli, bu da A bəndi olur. Sonra eli, cəmaatı idarə edən şəxsə elad demirlər. Qəbilə, tayfə başçısı başçı deyilə. Elin qayğısını çəkən xeyriyyə işini iştirak. Bu da deyil. El düşməndən qoruyan igid. Bu da qəhrəmandır. Olmaz. Deməli, şeiri İsa Hüseynovun Zəhər hekayəsi ilə müqayisə eləyək. Deyirik ki,
Bu şəhid meşə. Şəhid meşə nədir? Deməli, bu şəhid meşə lirik, poetik bir yazacaq şeir, çünki şəhid meşəni qeyd eləyəcəyik. Şəhid meşə. Nədir bu? Deməli, lirik növdədir. Poetik şəkildə deməli, lirik növdədir. Poetik, emosional təsirə malikdir. Poetik və emosional təsirə malikdir. Təsirə malikdir. Amma deməli, zəhər hekayəsini götürsək, zəhər isə baxırıq ki, nəsrlə yazılıb. Nəsrlə yazılıb. Bu lirik növdədir, nəzmlə yazılıb. Nəzmlə yazılıb. Poetik, emosional təsirə malikdir. Deməli, zəhər isə nəsrlə yazılıb. Nəsrlə yazılıbdır. Və burada sujet üzərində qurulubdur. Əsər sujet üzərində qurulub. Yəni, bəlli bir hadisədən danışılır. Bəlli bir hadisədən danışılır. Sonra şeirdə bağlı hansı fikir səhvdir? Şeirlə bağlı hansı fikir? Deməli, bunu bildiniz. 8. Lirik, şəhid meşə lirik növdədir. Nəzmlə yazılıb. Sonra poetik, emosional təsirə malikdir. Zəhər isə nəsrlə yazılıbdır. Sujet xətti var və deməli, bəlli bir hadisədən danışılır. Daha sonra keçirik. Əsərin adında epitet işlənib. Şeirlə bağlı hansı fikir səhvdir deyir bizə. Şeirlə bağlı, buraları silirəm. Şeirlə bağlı hansı fikir səhvdir? Hansı fikir səhvdir istəyir bizdən? Əsərin adında epitet işlənibdir. Şəhid meşə. Düzdür da, şəhid meşə olmur axı. Düzdür, epitet işlənib əsərin adında. Şairin təbiətə məhəbbəti əks olunubdur. Bu da düzdür. Deməli, təbiətə bir məhəbbəti var. Məhəbbəti əks olunubdur. Daha sonra kürün meşəni məhv etməsi təsvir olunub. Kür meşəni məhv etməyib. Kür əksinə gətirib meşə salıb. Toxumları gətirib bir meşə salıb. Düzgün cavab C variantıdır ki, bu səhv şəkildə götürülüb. Kolxoz sədrinin hərəkəti deməli, kolxoz sədrinin hərəkəti elin danlağına səbəb olur, düzdür. Təbiəti qorumağa çağırış öz əksini tapıb, bu da düzdür. Təbiəti qorumağa çağırış demək olar əsərin ideyası kimi də verilir. Bunlar düzdür. C variantının səhv cavab olduğu üçün C variantını düz götürəcəyik. Əsərdə başlıca fikir, ideya sizcə nədir? Fikrinizi qısaca yaz. Əsərdə başlıca ideya, fikir. Təbiət xalqın sərvətidir. Onu qorumağa çağırış öz əksini tapıb. Təbiət xalqın sərvətidir. Onu laqeyd insanlardan qorumaq borcumuzdur. Onu laqeyd qorumaq borcumuzdur. Bu qədər. Yəqin ki, bildiniz. Tam şəkildə deməli, kesigeni sizə başa salmağa çalışdım. 10 dənə sualdır, heç də çətin deyil. Əsərdə oxudum, təhlil də etdim və suallarını bir sizin üçün cavablandırdım. Başa salmağa çalışdım. Bu qədər. Əgər videonu bəyəndinizsə bəyənməyi və kanala abunə olmadan baxanlar kanala abunə olun ki, kanalı itirməyəsiniz, videoları daimi izləyə biləsiniz. Paylaşmağı da yaddan çıxartmayın. Sağ olun, növbəti videoda görüşərik.